Azərbaycan prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunuldu. Birgə layihələrin uğurlu icrası qeyd edilib. 1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin göstərildiyi vurğulanıb. Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olunub. Bu xüsusda neft, qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkab sularının axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunulub. Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı diqqətə çatdırılıb. Görüşdə Mərkəzi Asiya, Azərbaycan, Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edilib. Həmçinin Azərbaycanla bank arasında yeni layihələrə toxunulub. Bu xüsusda dəmir yolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.